Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugün mən çox ləzzətli, dadlı, axmayan, bərk karamelin hazırlamasını bölüşürəm. Video əgər sizin üçün də maraqlıdırsa, gəlin keçək hazırlanma qaydasına. Karameli hazırlamaq üçün bizə lazımdır 160 qram qaymaq, üzərinə 1 yemək qaşığı kərə yağı əlavə edib, qoyuram qazın üzərinə möhkəm isidirəm. Qaynatmağa ehtiyac yoxdur. Və bir kənarda tavaya 150 qram şəkər tozunu əlavə edib, vam ateşdə şəkər tam əriyənə qədər gözlədirəm. Və əridikdən sonra başlayıram qarışdırmağa. Üzərinə isti halda olan qaymağı əlavə edib, əlimi heç saxlamadan qarışdırıram. Əvvəlcə topaqlanır, sonra isə hamısı əriyib, çox gözəl karamel alınır. Karameli hazır olduqdan sonra başqa bir qaba boşaldıram və ilk istisi çıxdıqdan sonra üzərinə 100 qram kərə yağını az-az əlavə edərək blenderdən keçirdirəm. Burada video düşməyib, çay qaşığının ucunda da duz əlavə edirəm. Bu qatlıqda olur. İndi isə üzərini örtüb, axşamdan səhərə qədər soyuducuda gözlədirəm. Budur, artıq səhərsi günüdür. Karamel bu qatlıqda alınır. İnanın ki, çox gözəl, dadlı, möhtəşəm bir karamel alınır. Tortlarda super olur. Yəni axmır, dağılmır. Çox dadlı karamel alınır. Siz də bu üsulla hazırlayın. İnanıram ki, siz də çox bəyənəcəksiniz. Videom əgər xoşunuza gəldisə, kanalıma abunə olub, videomu bəyənməyi və bildirişləri də aktiv etməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, var olun.